Salam, əziz, dəyərli və çox hörmətli izləyicilər, çox hörmətli dostlar. Hər birinizi salamlayırıq bu gözəl gündə. Allah hər birinizi var eyləsin, hər birinizə təşəkkür və minnətdarlığımızı bildiririk. Mübarək Ramazan ayı artıq daxil olur. İndi siz bu videoyu izləyəndə artıq həmən o gecə artıq daxil olmuş olacaq. Bu video inşallah ki bu video belə deyək ki 18 fevral, səhv eləmirəmsə da 18 fevral 21:00-da yayınlanacaq dəyərli dostlar. İnşallah həmən gecədən etibarən artıq Ramazan ayı daxil olmuş olacaq və biz Ramazan ayına giriş etmiş olacağıq. Dəyərli izləyicilər, bir elanı nəzərinizə çatdırmaq istəyirəm ki, dəyərli hocamız Mehmet Hoca Ramazan ayı müddətində çıxış etməyəcək. Buna səbəb həm biraz işlərinin çox olmasıdır, işləri biraz çox olur, həm də biraz yaşlandığı üçün artıq sırf belə Ramazan proqramlarına çıxa bilməyəcək, amma onun əvvəlki çıxışları yenə öz qaydasında var, təkrar izləyə bilərsiniz. Amma belə deyək ki, biz bu ərəfələrdə bizim çıxışlarımız baş tutacaq. Mən dostlara deyəcəm, inşallah bir gün əvvəlcədən yayınlayarlar. Bizim belə deyək ki, elmin qısa tarixi dərslərində sırf Ramazan ayına özəl silsilə, ondan sonra da silsilə çıxışlarımız olacaq o hiç, amma Ramazana özəl seçdiyimiz mövzular var. Deməli, dəyərli dostlar, danışacağımız mövzu elm imanla ziddirmi? Biz bu mövzu ətrafında danışacağıq. Elm imanla ziddirmi? Həqiqətən çox əhəmiyyət kəsb edən bir mövzudur və həqiqətən də çox lazımi bir mövzudur bizlər üçün. Buna səbəb olaraq onu deyə bilərik ki, elm həqiqətən də insana bəxş edilmiş ən böyük nemətlərdən biridir. Və ağılsız elm olmaz təbii ki. Ağılsız da elm olmaz. İndi bizim danışacağımız mövzu isə, indi dərsimizin adı da elmin qısa tarixidir axı. Gələcək dərsdən başlayırıq. Elmin qısa tarixi olduğu üçün, dəyərli dostlar, belə deyək ki, elm imanla ziddirmi? Elmin imanla zid olub olmadığını müəyyənləşdirmək üçün ilk öncə elmin nəyi araşdırdığını, nəyi hədəflədiyini biz bilməliyik. Bura baxaq. Nəyi araşdırdığını və nəyi hədəflədiyini biz ilk öncə müəyyənləşdirməliyik. Bunu müəyyənləşdirdikdən sonra ümumiyyətlə elmin özü də iki yerə bölünür. Dini elmlərdir, dünyəvi elmlərdir. Dini elmlər öz yerində. Dünyəvi elmlərdə, məsəl üçün metafizika elmi, metafizika elminin araşdırdığı metafizika elmin ilk öncə səbəb-nəticə. İbn Sina da bunu deyir, İbn Sinanın düşüncəsidir elə bu. Belə deyək ki, metafizika elmi misal üçün. Metafizika elmi səbəb-nəticə əlaqəsini araşdırır və bütün elmlər də ümumiyyətlə ilk səbəb haqqında düşünür. İlk səbəb haqqında düşünür. Və ilk səbəb haqqında düşündüyünə görə də İbn Sina da bunu deyir ki, belə deyək ki, ilk səbəb də təbii ki də Allahdır. Səbəbsiz şəkildə ilk səbəb Allahdır. Və bunu qəbul edir. Bunu elm bunu qəbul edir. Bunu dəstəkləyir. Yəni, hər şeydən əvvəl ilk səbəbi araşdırır. İlk səbəbin də səbəbsiz olaraq uca Allahın olduğunu dəstəkləyir, qeyd edir. Bu önəmli bir şeydir. Və bu ərəfədə artıq elmin də insan xoşbəxtliyi üçün çalışdığını, insan xoşbəxtliyini hədəflədiyi üçün bu zaman artıq belə deyək ki,
dinlə arasında heç bir fərq olmur əslində. Nə mənada? İkisi fərqli yoldur. İndi dini yolda ona belə deyək ki, ali hədəf deyirlər də, ali hədəf, amma elmi yolda buna xoşbəxtlik deyirlər. Bu xoşbəxtlik adlanır, dəyərli izləyicilər, və biz buradan da aldığımız nəticəyə görə əslində elm imanla heç bir ziddiyyət təşkil etmir. Ziddiyyət yoxdur aralarında bir-birinə zidd. Çünki hər ikisi əslində birləşdiyi zaman doğru və düzgün paralel şəkildə istifadə edildiyi zaman paralel şəkildə əslində bir-birini nəinki zid, hətta bir-birini tamamlayır tam şəkildə. Deyirlər, Allah sənin qəlbinə bəxş etsin o elmi. O həqiqi elmi doğru, düzgün şəkildə insan istifadə etdikcə artıq nəinki ziddiyyət təşkil edir. Artıq onların arasında, belə deyək, onlar artıq bir-birini tamamlayır. Yəni, o niyyət önəmlidir burada. Burada baxış açısı önəmlidir. Ön yarğı ilə yaxınlaşmamaq lazımdır. Və elm də həqiqətən böyük bir bərəkətdir insan üçün. Böyük. Çox böyük bir bərəkətdir. Çünki indi biz bu kitabda da oxuyacaq. Bu kitabda İslami yanaşma var. İslami yanaşma var burada. Biraz qabaqlarda olacaq, amma ki belə deyək ki, İslamda elm bizim 7-ci dərsim, 6-cı dərsimiz olacaq dəyərli dostlar. İslamda elm həqiqətən də çox böyük bir nemətdir bizlər üçün elm. Elmlənmək çox gözəl bir şeydir. Yəni, həqiqətən də insanların elmlənməsi, insanların belə deyək ki, o elmdən istifadə əslində belə deyək, mən indi səmimi danışırıq da, İnşallah ki, siz də mənimlə razılaşarsınız. Əslində bu elm insanın ali hədəfə getmək yolunda bir vasitəçi kimi də qəbul etmək olar. Yəni bu sənə yardım edir, yardımcı olan bir şey sənə. Səni dəstəkləyən, sənə yardımcı olan bir şey necə ziddiyyət təşkil edə bilər, necə zidd ola bilər? Bu doğru yanaşma deyildir, dəyərli dostlar. Ona görə də belə deyək ki, elm əsla imanla zidd deyil. Elmi imanla ziddiyyət təşkil eləməsi, yəni bu fikir əsla doğru deyildir. Buna səbəb olaraq biz göstərdik ki, elm imanla belə deyək ki, doğru dinlə, doğru, düzgün şəkildə paralel istifadə edildikcə bunlar artıq bir-birini tamamlayır. Yəni o ali hədəfə gedən yolda artıq o sənə bir vasitəçi olur, sənə bir dəstəkçi olur. Bunu bilmək çox mühümdür, dostlar. Bax, sağ olun, qeyd edirsiniz. İndi bu qısa olacaq, 15 dəqiqəlik dərsdir. Bu girişdir. O deyirlər, tanıtım, film tanıtımı kimi. Qısa, amma prosto indi bura qədər əziyyət çəkibsiz, həm də dostlar da izləyir. Tamamilə bomboş 10 dəqiqə ilə bitirmək istəmirəm. Gələcək dərslərdən çox olacaq. 50-55 dəqiqə olacaq dərslərimiz 1 saat müddətində. Yəni, bu lazımi bir şeydir. Yəni, insanın ki, belə deyək ki, elmlənməsi ağlının inkişafına gətirir, çıxarır. Ağlın da inkişafı insanı həqiqi hədəf yolunda addımlamasına kömək eləyir. Onu pis fikirlərdən azad eləyir, onu qoruyur. Bu çox önəmli bir şeydir, doğrudandır. Və həmişə də dediyimiz kimi, insanlar, belə deyək ki, insanların elmlənməsi çox mühümdür, amma insanlara elmi doğru düzgün şəkildə bir vasitəçi, bir hədəf kimi elmi öyrətmək lazımdır. Yəni, elmin həqiqətən də necə böyük bir nemət olduğunu ona başa saldıqdan sonra, ona sübut etdikdən sonra sən onu elm öyrənməyə təşviq etməlisən. Yəni, quru-quru məcburiyyətdən öyrətmək lazım deyil.
Onun daxili aləmini sən ona öyrətməlisən ki, o artıq o elmi hiss eləyə bilər. Yəni o şərq fəlsəfəsinin də müdafiə etdiyi nədir? O öyrəndiyin elm ki var, o bilik ki var, onu quru-quru məlumat olaraq sadəcə ağlında saxlamağın o bir şey deyil, elə də bir şey deyil. Sən onu hiss etməlisən, sən onu qəlb vasitəsilə hikmətə çevrilməlisən. Bax, bu zaman sənin o elmin bərəkətlənir, bir o elmə məna gəlmiş olur. Bu çox önəmlidir. Dostlar, bu dəyərli insanlar, gözəl insanlar, hörmətli insan, bu çox önəmli bir faktordur. Bunu qeyd etməyinizi mən sizlərə xahiş edirəm. Yəni, misal üçün, biz burada quru-quru məlumat ötürməyimiz lazım deyil. Sizi düşünməyə təşviq. O keçən dərs, fəlsəfə tarixi dərsində də bura aid deyil. Fəlsəfə tarixi dərsimizdə də mən bunu qeyd eləmişdim. Yəni, o elm ki ötürürsəni sən qabağındakına, o elmi sən quru-quru məlumat olaraq ötürməməlisən. Sən onu düşündürməyə vadar etməlisən o elmi, onu hiss etdirməlisən. Bu çox mühümdür, dəyərli dostlar. Yoxsa o quru-quru məlumatlar, o müəllimlik vəzifəsi də budur da. Sən o elmi ona hiss etdirməlisən, sən onu düşündürməyə təşviq etməlisən, sən onu sevdirməlisən. Qəlb yoluyla hikmətə çevrilib bir məna alınmalıdır onda. Yoxsa quru-quru məlumatı internet resursları, sosial şəbəkələrdən də əldə etmək olar, oxumaq olar. Bu çox önəmlidir. Deməli, biz burada da belə bir nəticə alırıq ki, elm imanla əsla ziddiyyət təşkil eləmir. Elmi biz doğru, dürüst, yəni doğru elm öyrəndikdən sonra artıq biz onu hiss edərək qəlb yolu ilə hikmətə çevrilib, mənalandırıb daha sonra o bizim qarşımızdakı olan o ali hədəf ki var, bu ali hədəf yolunda addımlamağa başlayarıq. Görürsünüz? Burası çox önəmlidir. Ona görə biz hələ ki nəticə almırıq. Yazmayın ora, nəticə almırıq dostlar. Çünki mən elə belə bugün indi qısa giriş dərsi idi deyəm də belə deyək ki, Ramazana hazırlığımız davam edir. İnşallah bu videoyu siz də izləyəndə artıq həmən gecə Ramazan ayı daxil olmuş olacaq. Allah tutduğunuz orucları, dua və ibadətlərinizi ən ali dərəcədə qəbul etsin inşallah, dəyərli və çox hörmətli izləyicilər. Ona görə də dostlar, burada hələlik bitirirəm. Nəticə almırıq, nə mənada almırıq? Əslində nəticə alırıq, nə alırıq? Əslində elm imanla ziddiyyət təşkil etmir. Bunu dedik. Niyə ziddiyyət təşkil etmir? Müəyyən qədər, çox qısa da olsa bir məlumat deməyə çalışdım. İndi qeydləri gətirmədim, elə belə bir söhbət elədik, elə bil sizdən təşkil etmir. Amma ki, İnşallah ki, dəyərli izləyicilər, niyəsini, indi sual gələ bilər, tam şəkildə niyəsini inşallah gələcək dərsimizdən etibarən biz sizlərə vermiş olacağıq, dəyərli və çox hörmətli izləyicilər. Bir daha Ramazan ayı münasibəti ilə sizləri təbrik edirik. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirik. İnşallah ki, bu dərslərimiz sizlər üçün faydalı olar, gözəl olar və həqiqətən də sizlərin bir nəticə çıxartmağınız, düşünməyə, ən azından bir 5 dəqiqə də olsa sizi dərin şəkildə təfəkkür etməyə, düşündürməyə vadar etmişiksə, yəni düşünübsünüzsə, nə gözəl, nə xoşbəxtdir bizə. Ona görə hər birinizə təşəkkür edirəm, dəyərli dostlar. İnşallah ki, gələcək dərsimiz indi rahat oldu. İnşallah ki, gələcək dərsimizdən ciddi 1 saat müddətində biz Allahın da izni ilə dərslərimizə keçid edəcəyik, artıq başlayacaq, dəyərli izləyicilər. Hələlik burada saxlayıram, amma qısa da olsa o əsas üzdə olan məlumatları, qeydləri dedim. İnşallah ki, gələcək dərslərimizdən biz aktiv şəkildə başlayacaq. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm. Bir daha Ramazan bayramı, Ramazan ayı münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edir və hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Bizi izlədiyiniz üçün təşəkkürlər edirik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.